Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib videoları bəyənin ki, hər gün qarşınıza paylaşdığım video izahlar çıxsın. Bu sual OTK imtahanına salınıb. Məhlul məsələsinə aiddir. 20 kiloqram 8%li məhlul götürüblər, 25 kiloqram 4%li və bunları qarışdırıblar. Üzərinə hətta su da əlavə ediblər və neçə faizli məhlul alınıb, bunu tapmalıyıq. Birinci 20-nin 8%-ni tapıram. 20-ni vururam %8-ə. 20 ilə 100 ixtisar gedir. Burada 1 qalır, burada 5. 8 böl 5 oldu. 1,6 kiloqramı duz. Yəni biz burada duzu tapmış olduq. İkinci 25-in 4%-ni tapırıq. 25 vurulsun. %4. 25 ilə 4 100 ixtisar gedir. Burada 1, burada 4. 4 ilə 4 ixtisar gedir 1. 1 kiloqram duzdur. Məhlulları qarışdırırsansa, surətdə duzları toplamalısan. Məxrəcdə ümumi məhlulları toplamalısan. 20 üstə gəl 25. Məhlula su əlavə edirsənsə, yalnız məxrəcə əlavə eləməlisən. Çünki yalnız ümumi məhlulun miqdarı artır burada. Daha sonra vuracağıq bunu 100%-ə. İndi gəlin hesablayaq. 1,6 üstünə 1, 2,6. 20 üstə gəl 25, o da 5, 50. Vurulsun 100%. Burada 50 ilə 100 ixtisar gedir. Burada 1, burada 2. 2,6-nı 2-yə vurarıq. 5,2% düzgün cavab olacaq.